Salam, hər birinizi kanalımda xoş gördük. Bugün hər kəsin evində olan sadə ərzaqlarla çox dadlı, ləzzətli və asan hazırlanan peçeni resepti bölüşürəm. Videomu sonu kimi izləməyi, yaxınlarınızla bölüşməyi və like etməyi unutmayın. Keçək hazırlama qaydasına. Qaba qatıq, yumurta, şəkər tozu, duru yağ və vanilya əlavə edib çırpma teli ilə bir qədər qarışdırıram. Üzərinə 4 stəkan unu ələkdən keçirərək hissə-hissə əlavə edirəm. Tam ölçülərini qramla və stəkanla videonun açıqlama hissəsində qeyd edəcəm. Oradan baxıb hazırlaya bilərsiniz. Unu əlavə etdikdən sonra bir paket qabartma tozu əlavə edirəm və silikon qaşıqla xəmiri qarışdırıram. Bir qədər toparlandıktan sonra isə əlimlə yoğururam. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur. Biraz yoğururuq və hazır olur. Yumuşaq olur bu şəkildə. Dəzgahın üzərinə biraz un səpirəm və xəmiri yaymağa başlayıram. Xəmiri bir qədər yaydıqdan sonra üzərinə şəkər tozu əlavə edib hər tərəfinə bərabər şəkildə gəzdirirəm. Və şəkər tozu xəmirə biraz hopsun deyə oxlovla biraz daha yayıram. Daha sonra isə bu şəkildə hissələrə ayırıram. Əgər belə bir alətiniz yoxdursa, bıçaqla da kəsə bilərsiniz. Çox rahat kəsilir. Yağlanmış və ya yağlı kağız sərilmiş soba listinə bu şəkildə düzürəm və sobanı 180 dərəcədə isidirik. Hər birini soba listinə düzdükdən sonra bişməyə qoyuram. 7-8 dəqiqə ərzində üzəri qızarana qədər bişiririk. Və peçenlərimiz hazırdır. Çox ətirli, dadlı, gözəl peçenlər alınır. Həm də çox ucuz başa gəlir. Siz də mütləq hazırlayın. Fikirlərinizi bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.